vaxtınız xeyir, xoş gəldiniz hər biriniz. Buyurun, niyə bu seminara girməyi tərcih etdiniz? Söz ala bilərsiniz, yaza bilərsiniz, problem deyil. Burada deyə bilərəm. İndi çalışacaq burada bu mövzuya ciddi şəkildə toxunmağa çalışaq. Bir beynəlxalq dərəcəli təhsil eksperti olaraq. Yeni nəsil kurikulumu nədir? Deməli, məni çox qorxudur. Qorxmayın, ölümdən başqa hər şeyin çarəsi vardır. Yeni nəsil kurikulum müasir təhsil fəlsəfəsinin əsasını təşkil edən, şagirdin yalnız bilik əldə etməsini deyil, bu bilikləri real həyatda, həyat situasiyalarında tətbiq etməsi bacarığını ön plana çıxaran bir proqramdır. Deyəcəksiniz. Mən də deyirəm, nə varmış burada? Burada belə qəribə bir şey yoxdur. Normal elədiyimiz işin proqram adını dəyişdirib ki, biz onsuz o işi görürüz, düzdürmü? Proqram adını dəyişdirib, biraz daha əl yazmaya, biraz daha yazıya çevirmə şərtini özlərinə şərt qoşub bizlərə təqdim ediblər. Mən sizə bir müəllim olaraq, müəllimin müəllimə verdiyi bir sual olaraq düşünün bunu. Biz onsuz sinifdə nə iş görürük ki? Bəli, son dönemlərdə həqiqətən də sinifdə sadəcə blogerlik edən müəllimlər də var. Onlar çıxır qırağa. Onların bilmirəm də indi hansı proqrama aiddirlər bilmirəm. Ancaq hər halükarda bizim üçün vacib olan dərsimizi keçməkdir. Kurikulum bunu istəyir. Ancaq biraz bizdən bunu istəyir ki, dərsini keçərkən elə keç ki, çox zərər görməsin. Uşaq nə dərəcədə zərər görməsin? Yəni bunu bilirmi? Hardan bilir, necə istifadə edəcək? Bax, bunların bu sualları ardıcıl bir şəkildə özümüzə verməliyik. Kurikulum modelində bilik məqsəd deyil. Yox, blogerlər kurikuluma əlavə etmək istəyirlər, o da hələ ki alınmır. Əsas məqsəd şagirdin düşünə bilməsini, qərar verməsini, problem həll etməsini, öyrəndiyini transfer edə bilməsini. Əslində, bu punktlara baxanda düşünə bilməsi. Deyəcəksiniz ki, biz də dərsi elə keçirik ki, düşünə bilməsin. Yəni, ortalama hesabla. Amma daha çox düşünmək üçün bizim psixoloji olaraq özümüzün də bəzi şeyləri bilməyimiz lazımdır. Misal üçün, bir çox müəllimlər universitetdə psixoloji keçidlərini niyəsə görə unudurlar. Birbaşa adı yazılsa da, yazılmasa da ki, pedaqoji universitet bitirənlər bilirlər ki, yazılıbdır. Bunlar neyəsə görə psixologiyanı atırlar psixologların üstünə. Bu arada, hörmətli müəllimlər, özünüzə hörmətiniz olsun. Psixologlar da bizdən sonra, digərlər də bizdən sonra bir hüquqşünasın, peşəkar bir hüquqşünas olması üçün nə etmək lazımdır? 11-ci sinifə qədər oxumaq lazımdır. Universitetə qəbul olmaq üçün o 11-də öyrəndiklərini təsdiq etməlidir imtahanla, düzdürmü? Bunu nə cür öyrənir? Biz müəllimlərin sayəsində. Buna görə də çalışaq. Bizim adımızı itirənləri çalışaq onları pedaqoji olaraq bastırmırıq. Əksinə onlara başa salırıq ki, sən öz sahənə gəldinsə, biz pedaqogların sayəsində. Ki, bu bir həqiqətdir. Mən heç kəsə rəncidə eləmirəm. Mən başa salmaq istəyirəm. Universitetdə də psixolog olmaq üçün, işləmək üçün müəyyən səviyyədə master eləmək lazımdır, doktorantura bitirmək lazımdır. Siz bunları oxuyanda neyinirsiniz? Öz dəftər yazırsınız, kitab götürürsünüz. Sizə bunları kimsə keçir. Hər bir uşağın psixologiyasını bilmək mümkün deyil. Ancaq hər halükarda hər bir uşağa hörmət edib empatiya qurmaq vacibdir. Biz hər kəsin psixologiyasını bilməyə qadir deyilik. Bizim beynimiz o qədər yükü ağır olduğu üçün qəbul edə bilməz, mental olaraq yorularıq. Amma qarşımızdakı insana hörmət edib empatiya qurmağı bacarmalıyıq. Bu ayrı bir məsələ. Yəni, və burada da başlayırıq özümüzə hörməti
quraşdırdıqdan sonra başlayırıq əvvəlcə özümüz düşünməyə ki, qarşımızdakı şəxs sadəcə bir nəfərin dünyaya gətirib məktəbə gətirdiyi bir şəxs deyil. O gələcəyin bir mütəxəssisidir. Və burada düşünə bilməsidir, qərar verməsidir, problem həll etməsidir. Əsas təhsil ailədə başlayır. Biz əlavə təhsil sayılırıq 11 il olaraq. Əlavə təhsil nəyə? Əlavə təhsil ailədə olacaq təhsilə ya da olmayacaq təhsilə biz bir əlavəyik. Və bunu özümüz də bildirə bilərik ki, biz nədənsə bir şeyləri bildirməkdən qorxduğumuz üçün bir yerlərə çıxa bilmirik. Bunu mən demirəm ki, get bağır valideynin üstünə. Bağırmaqdır, çığırmaqdır, küsməkdir, egonu yüksəltməkdir. Bunlar bir müəllim üçün yaraşdıra bilmədiyim vəziyyətlərdir. Amma mədəni surətdə, pedaqojik olaraq valideynə də, şagirdə də, eyni zamanda öz iş yoldaşlarımıza da yaxınlaşmağı bilməliyik. Düzgün şəkildə. Bizi digərlərindən, digər peşələrdən, necə deyərlər, ayırt eləyəndə məhz budur. Yeni nəsil kurikulumda şagird yönümlülük vardır. Şagird yönümlü təlimdə nə olur? Şagirdin maraqları, öyrənmə sürəti, hazırki bilik səviyyəsi, bəziləriniz deyəcəksiniz ki, nə əlaqə o psixoloji testlərləndir? Xeyr, biz müəllimlər üçün də bir mənada bir çox pedaqoji özümüzün şagirdlərimizi tanımağımız üçün edə biləcəyimiz testlərimiz var. Hətta İlham xanım, bunu da qeyd edeyim, mən bir hədiyyəm var sizə, bölüşəcəm İlham xanım. Mən pedaqojik bir test də bölüşəcəm sizinlə. Qaydaları İlham xanım sizə başa salar. Yəni, biz psixologlar test eləyir deyə bir şey yoxdur. Biz özümüz də öz daxilimizdə bir uşağı öyrənmək üçün tutub onun gözünün içinə baxanda tanıya bilmərik axı. Müəyyən dərəcədə öz şagirdlərimizi tanımaq üçün, onların hansı yönə gedəcəyini bilmək üçün heç bu kurikulum olsa da, olmasa da. Siz deməyin ki, kurikulum məni qorxudacaq. Kurikulumun əsas məğzini başa sarın bu dəqiqə. Şagird yönümlülükdür. Bizdən istənilən şagird yönümlü olmaqdır. Yəni qorxmayın ki, gəlib sizdən başqa bir şey istəyəcəklər. Şagird yönümlü olmaq üçün bizim o şagirdi tanımağımız lazımdır. Bizim o şagirdi tanımağımız üçün biz bir mentalist deyilik ki, adamın gözünün içinə baxanda bilək. Boş verin, mənim onda bir ihtiyacım var. Amma yeni başlayanlar üçün qeyd edirəm. Özünüzə bir test hazırlayın. Sual cavab eləyin. Valideynlə yeni bir iş sistemini keçirdiniz. Yeni bir məktəbə keçirdiniz. Yeni bir sinifə keçirdiniz. Oturun, valideynlərlə görüşün. Bəli, valideynlərlə görüşün, şagirdlərlə görüşün, valideyn və şagirdlər birlikdə görüşün. Bu mənada qarşınızdakı insanı, qarşınızdakı şəxsiyyəti tanımış olacaqsınız, ona uyğun da davam etmiş olacaqsınız. Şagirdin maraqları, öyrənmə sürəti, hazırki bilik səviyyəsi. Bunlar elə üzrə baxıb bilmək mümkün deyil axı. Bu yanaşmayla şagird pasif dinləyici olmaqdan çıxır, təlim prosesinin aktiv iştirakçısına çönür. Yəni müəllim məlumat ötürən deyil, öyrənməni təşkil edən, istiqamətləndirən və dəstək verən fasilitator, yəni rəhbər roluna girir. Kurikulum bir mənada bunların almasılarda coachluqdur. Mən bütün sahələrə coachluğu inteqrasiya elətdirən Azərbaycandakı yeganə şəxsəm. Bunu sübut eləyə bilərəm, onu eləməyəcəm, çünki Təhsil Nazirliyinin də o qədər çox layihələrim var. Hər halükarda sadəcə bunu bilməyinizi istəyirəm ki, bu kurikulum sistemi coachluğun ayrı bir adıdır. Burada da coachluqda ərsəyə gətirirəm, başa sarım ki, qorxmayın təlim almaqdan, öyrənməkdən. Və bu sistem əsasında biz nə elədik? Müəllimlikdən, əslində müəllimliyimizi də qorumaq şərtindən bir rəhbər roluna gəldik. Rəhbər deyəndə nə nəzərdə tutulur? Bir lider. Düzdürmü? Lider necə olunur? İnsanların başını kəstirib onlara nə edəcəklərini deməklə. Yox, bu düşüncə tamamilə səhvdir. Rəhbər düzgün sualla qarşı tərəfi idarə edən şəxslərdir. Rəhbər məsələsini də bir çox halda bilmirlər. Hissələrdə istifadə etmək istəmirlər, bəzilərində işlə gəlir.
Şagird yönümlülük eyni zamanda özünə inamın artmasıdır. Daxili motivasiyanın formalaşmasıdır. Məsuliyyət hissinin inkişafıdır. Bunların hamısı ancaq suallarla mümkündür. Bir uşağa ki, sinifdə, mən bir çox misal çəkə bilərəm, amma sadəcə çox azını qeyd edəcəm, çünki həqiqətən də bir çox hallarda müəllimlər səhv buraxırlar. Misal üçün dırnaq arası deyəcəm, tərbiyəsiz kəlməsini istifadə edərəkdən və orada ay bu mənə qarşı çıxdı, ay belə deyirlərdi, oysa ki, o uşağa doğru getməklə, şagirdlə bərabər, onun yönümündə addımlamaqla, onun özü inamını, onun bəzən evdə görmədiklərini, bəzən ailəsindən eşitmədiklərini sizin tərəfinizdən eşitdiyində məsuliyyətini də başa düşməsini, daxili motivasiyasını yüksəltməsini, məktəbə gəlib getməklə bir çox düzgün alışqanlıqları əldə etməsini ərsəyə gətirmiş olmalıyıq. Ancaq son dönəmlərdə çox təəssüflər olsun ki, finansal bölüm və ticarət bizi elə bir hala gətirdi ki, biz bir çox şeyi öz sahəmizlə bağlı unutmuşuq. Bəli. Yeni nəslə, Nərmin xanım, yeni nəsildən çox bizim öz dövrümüzdə də var idi. Sovetdə oxuyanlar da bilirlər. İki cür müəllim var idi da orada. Birisi səhv elədim, gətirmə düzəldim deyən. İkincisi də get bir də yaz, olmasa bir də yaz deyən. Məsələn, mənim birinci dördüncü sinif müəllimim elə idi. Get bir də yaz, olmasa bir də yaz. Səhvdirsə, çox səhvdirsə bir də yaz. Onsuz da gedib bir də yazanda, bir də yazanda uşaq cavabı tapırdı. Məsələ də buradaydı. Amma son dönəmlərdə niyəsə kurikulumu o qədər qorxudub və insan beyninə manipülativ şəkildə yaxınlaşdırıb insanları belə öz bir-birlərinə vururlar, sistem olaraq qorxudurlar ki, artıq ərsəyə gələn kurikulumdan başqa hər şey olur. Müəllim bilmir, kurikulum adından mı qorxsun, valideynlərmi, şagirdlərmi, nə cür eləyəcəyini də bilmir. Bu arada bir çox halda bəzi mütəxəssislər də ki, gedib niyəsə enerji təlimlərini ələ alırlar ki, bu enerjiylə şagirdləri də oxuyacaqlar. Heç bir şey oxumayacaqsınız. Siz ancaq cibinizi oxuyacaqsınız. Vəssalam. Ona görə də düzgün pedaqojik təlimlərə qatılmağınızda daha çox fayda var. Mən bunu psixologlarda da deyirəm. Sadəcə psixologiyanı oxuduğunuz, bitirdiyiniz bir şey yoxdur. Coaching var, pedagogika var. Bunları tam donanımla. Çünki psixologa gedən şagirddə, psixolog əgər pedaqoji baxımla bağlı bilgisi yoxsa, sadəcə psixologiyaya gedirsə, o şagirdə onsuz da psixoloji olaraq da yardım edə bilməyəcək, başqa cürə də yardım edə bilməyəcək. Ona görə də çalışmaq lazımdır ki, bizim sahələrimiz o qədər mükəmməldir ki, daha çox nəticə yönümlü olmalıyıq və daha çox bizə uyğun sahələrdə təlimlər əldə etməliyik. Nəticə yönümlülük. Bugün 30-40 yaşına gəlmiş şəxslər, evlənmiş ya da boşanmış fərq etməz. Nəticə yönümlülüyün olmamasından dolayı bu vəziyyətə gəlirlər. Bizim şagirdlərimiz imtahandan keçirlər, universitetə girirlər, amma o qədər nəticə yönümlülük yoxdur ki, İş tapmayanda da problem yaşayır, başqa işlərə gedəndə də problem yaşayır. Bir işdən girib o birisinə getmək, bundan çıxıb o birisinə getmək o qədər də problemli bir şey deyil. Çünki hər işdə öz spesifika var və onları əldə etmiş olur. Ancaq, bəli, bir-birinə bağlıdır. Ancaq hər halükarda müdiriyyətlə, şəxsiyyətlərlə və şagirdlərin də məktəbdə özlərindən yaşca böyük olan və peşəcə böyük olan şəxslərlə danışa bilməməsi də eynilə bunu göstərir ki, nə olur, 30-40 yaşına gələndə ya xəyanət, ya başqa cürə misal üçün Türkiyədə hər gün bir gənc ölür, ya istər xanım olsun, istər gənc oğlanınız olsun. 4 dənə bu dəqiqə hər il başımıza gələn 17 yaşında bir oğlanı heç bir problemsiz bir şəkildə kollec oxuyan bir şəxsi öldürdülər. Burada nə ailə tərbiyəsi var, nə pedaqojik formasyon var. Pedaqojik formasyon bizim normalda oxuduğumuz bir formasyondur. Bu arada bunu da qeyd edeyim. Türkiyənin başının üstündə gəzdirənlər bilsinlər ki, universitetlərində pedaqojik formasyon tamamilə qatmışdır. Bunu bilin. Bu mənada ölkəmiz bir çox ölkələrdən çox daha iləridədir. Hər nə qədər qəbul etməsəniz də. Hər bir dərs alt standartlara, təlim nəticələrinə, gözlənilən kompetensiyalara xidmət etməlidir. Bir də kurikulumu
bizlərə səhv göstərib, bizlərə deyə bilərəm, yəni bir çox halda səhv göstəriblər ki, kurikulum əslində normal bildiyimiz otur, ayağa qalxma, 45 dəqiqə otur aşağıda, ancaq müəllim çağıranda çağır səhnəyə, pardon, çıx, o daskaya sistemi deyil. Kurikulum daha çox hər hansısa bir işin uşaqların əlinə verilməsi və nəticə üçün onları sərbəst buraxılması və sonda artıq bir şeylər ərsəyə gəldiyində onlarla bir araya gəlinməsidir. Yəni burada praktika daha çoxdur. Kurikulum praktikadır. Bax, kurikulum bərabərdir praktika. Bunu unutmayın. Bu mənada da diqqətli olun. Çünki kurikulum həqiqətən də praktikaya, bəli, sərbəstlik anlayışını yanlış anlayırlar. Yox, bu sərbəstlik anlayışı müəllimlərdən çox. Müəllimlər onsuz da bilirlər, ancaq yəni belə deyim də, proqramı da düzgün başa sala bilmədikləri üçün də ola bilər də, yəni bunu da unutmayın siz. Burada başqa bir yanaşma ilə desək, müəllim normalda neyini, dərsin məqsədini dəqiq müəyyən eləyir. Niyə bizə? Çünki proqram veriblər də, plan veriblər. Və ancaq orada düşünür ki, şeydir də, yəni mən bu dərsi keçdim və sonra onlardan istəyəcəm. Mən hətta bu Azərbaycan dili kurikulum sisteminə bir ssenaridə yazmışam, onu da sizlərlə paylaşacağım. Sertifikat əldə edənlərlə təbii ki də. Namə xanımda bildirmişəm bunu. İki material paylaşacağım sizlərlə. Və biz sadəcə deyirik ki, çıxdı dərsdaşı danışa bilməksə 4 yaxşı çıxsın geçsin. Amma bizdə burada daha çox praktiki yönümlü olmalıdır. Misal üçün, burada bugün bu danışdıq, səhər siz danışdınızsa, səhər şagird danışmalıdır, o birisi şagird onu dinləməlidir, səhər o birisi şagird ondan soruşmalıdır. Praktika. Əsas praktika. Eyni zamanda şagird içində ayrılıq yaranmalıdır. Amma bizim uşaqlarımız neysə danışmaqdan çəkinirlər. Bir növ son dönəmlərdə psixoloji baskı da ola bilər. Valideynlərimiz də buna ciddi şəkildə diqqət etməməsi də deyə bilərəm. Kitab oxumamalar da deyə bilərəm. Danışanma müraciət edənə bildirmişəm ki, get filan kitabı al və oxumağını önərirəm, yəni orada. 2 ayda biz o kitabı hər həmin birinci bölməsini oxuyuruq və heç bir şey başa düşmür. Və danışdıqca başa düşürəm ki, daha doğrusu sual verirəm və o suallar əsasında danışdıqca başa düşür ki, günah özündədir. Bu da bir sistemdir, coachingdir, yəni kurikulumdur. Və biz bir nəticəyə getməyə çalışırıq, amma gedə bilmirik. Çünki başa düşməməyin səbəbi bir çox halda bunu göz ardı eləsələr də valideynlər sosial mediada ola bilər, ondan sonra telefonla çox zaman keçirməsi ola bilər, beynimizin neyronları ölür. Və bir çox halda müəllimlərin də günahı var. Müəllimlərin də burada günahı var ki, biz sahəmizi, özümüzü sevdirməsək də olar. Müəllimlərin yox, kitabların günahı var, kitabların. Kimin? Kitabların günahı var, kitabların. Kitablar maraqlı deyil. Kitablar uşaqlar üçün o qədər yorucudur ki, uşaqlar oxumaqdan bezirlər. Amma Nurhan xanım, mən o kitabı, dərs kitabını demədim axı. Mən ümumilikdə uşaqların əslində normalda dərslərindən sonra oxumalı olduqları kitabı nəzərdə tuturdum. Dərs kitabları Bilirsiniz necədir? Mən bir şey də deyim müəllimə. Mən bir müəllimə kimi deyirəm, 18 illik praktikamdan. Dərslər o qədər ağır olur ki, o qədər yorucudur ki, uşaqların heç bir şeyə marağı olmur. Biz hamımız telefona, internetə yüklənirik, valideynləri, müəllimləri pisləyirik. Amma inanın ki, uşaqlarımız o qədər yorulurlar ki, hazırlıqlar, nə bilim, mən yadımdadır ki, mənim dövrümdə bir piyaniniyə gedirdik, İndi uşaqlar hər şey, biz seviyə-seviyə gedirdik. İndi isə uşaqlar hər şey məcburi. Qonşuda bax bizdə qalmalıdır. Yəni, valla, biz özümüzü pisləməyək, valla, Allah hamd olsun. Problem yük dərs yükündədir. Sizə bir sual verim. Onda necə olur ki,
hər hansısa bir kəndin ucqar rayonundan 700 balı yığıb gəlib oxuya bilir, qoyun oturaraqdan. Amma bizim şəhərin içində bütün hər şeyləri əlinin altında olan, telefonları il keçdikdə modeli dəyişərəkdən yenidən dəyişdirilən valideynləri olan, hər nazı ilə oynayan yeməyi önünə kəsib gətirən uşaqlarımız niyəsə görə bu fənləri... Əzizim, mən sizə bir söz deyim. Siz o Şirəçək kəndimiz neçə rayonumuz var. Oradan 3 dənə uşaq çıxırsa, görün şəhərdən nə qədər uşaq o balı toplayır və onu yığır. Mən bu mövzulara çox girmək istəmirəm, amma ki, mən o uşaqların tərəfindən danışıram ki, dərsdir ki, çox çətindir, çoxludur. Bizim vaxtımızda bir qrammatika keçirdik. Qrammatikanın bir dənə çalışması olurdu. Çalışmanı işləyirdik, çox başa düşürdük o mövzunu. İndi nə qrammatika normal verilib, nə çalışması var. Yalandan dinləmədir. Dinləmədir heç bir uşağın, necə deyim, heç bir normal uşaqlar başa düşmürlər. Çünki bəzi müəllimlər heç özləri başa düşmür. Necə o uşağa onu çatdırsınlar. Ona görə də hamımız birlikdə təhsilimizin normal olmağına cəhd göstərməliyik, uşaqlara düzgün yol göstərməliyik ki, ancaq internetin, nə bilim, uşaq kitab oxumur. Bana mən hər axşam uşağıma kitab özüm oxuyuram, oxumur, mənim uşağım oxumur. Deyək, oxuyursansa dinləyirəm, oxumursansa heç oxumaqdan eşitmək istəmirəm, oxumaq da istəmirəm. Şəxsən belə. Mənim kimi də neçə müəllimlər var, onu təsdiqləyə bilər. Çox üzr istəyirəm, mən də bir dənə söz demək istəyirəm. Bizim evdə, yəni rayondan 695 bal toplayıb gələn bir tələbə oldu və mənim evdə də məktəbdə oxuyan övladlarım var, çox üzr istəyirəm. Onların ikisinin həyat şeyinə baxanda təcrübələrinə. Sizin müəllimənin dediyi sözə gətirmək istəyirəm ki, o uşaq o vəziyyətdən, o çətinlikdən çıxır və istəyir ki, bir ağ günə çıxsın, nə bilim, özünə bir gələcək qursun. Biz evdəki uşaqlar o qədər bəzi valideynlər də deyək də, rahat şərait yaradır. Uşaq problemi görmür ki, o problemin həlli üçün çalışsın. Yəni uşaqlar çox rahat yerdə, rahat deyirsiniz, hər şey qabağında, hər şey rahatdır. Amma rayondan gələn orada çabalayır, palçığın o əziyyətin üzərindən qaranlıqdır. İstəyir ki, çabalasın ki, gəlsin bir ağ günə çıxsın. Yəni uşaqda o qədər əzm var idi ki, mən neyiniyim, nətər oxuyum, neyiniyim ki, bir də rayona qayıtmayayım da. Yəni o uşaq hal-hazırda, yəni amma indi baxın, siz belə deyim də, sizə cavab verim, sonra Nuray xanımla davam edəcəm. Ülker xanım, baxın, o çabalayırsa, deməli bizimkilər də çabalaya bilər də. Axı bizdə problem yoxdur da. Yəni elə uşaqlara biz çətinlik yaratmırıq da. Çətinlik olmalıdır ki, uşaq çətinlikdən çıxmaq öyrənsin. Elə şey olar. İlla ki də çətinlik olacaq deyə bir şey yoxdur axı. Mən o misalı ümumiyyətcə dedim. Biz niyə indi duraq uşaqlarımız, yoldaşımızla dağılaq, boşanaq bir çətinlik yaransın uşağımızda? Yox, oradakı o qızın da ailəsi boşanmayıb. Sadəcə olaraq biz uşaqların bəzilərində belə bir gələcək üçün nə xəyal var, nə idi. Belə bir siz nətəri, elə bir rahat bugün üçün yaşayırlar. Əvvəllər elə deyil. Sizdir. Məsələ, valideyn bilinçsizdir. Valideynin, bax, indi Nuray xanım mən üstümə gəlməyə çalışır ki, kitablarda da çətinlik deyil. Kitablarda çətinliyin olduğunu onsuz da Əziz müəlliməm, mən sizə gəlmək istəmərəm. Mən sizə gəlmirəm. Sadəcə demək istəyirəm ki, baxın, vəziyyət budur ki, mən təhsilimizi də sevirəm. Çünki dəfələrlə Türkiyədə olanda da, başqa bir ölkələrdən də maraqlanıram. Əslində bizim təhsilimiz də yox, bizim şagirdlərimiz qədər həvəsli, maraqlanan Türkiyələrə gedirsən, görürsünüz, həmişə bizim şagirdlər öndə olur. Nəyə görə? Çünki bizim uşaqlar əzimlidirlər, çalışqandılar, bacardıqları qədər indi çalışırlar. Başqa ölkədə elə deyil axı. Görürsünüz, deyirlər ki, Türkiyədə mənim üzr istəyirəm, sizin sözünüzü kəsirəm, çox xahiş edirəm, üzürlü sayın məni. Sadəcə, biz necə, həmişə biz bir-birimizi pisləyirik, amma elə deyil. İnanın ki, mən təzəliklə Türkiyədə oldum. Deməli, akademiya, musiqi akademiyada nəsə bir tədbir idi. Bizdən uşaqlar getmişdi. İnanın ki, orada müəllimlər şoka girmişlər. Bizim ən zəif, heç saymadığımız zəif uşaqlar var idi ki, deyir ki, əsərləri bizdə müəllimlər çala bilmir. Bu uşaqlar necə çalarlar? Yəni ona görə də biz hər birimiz ən güclüyük, ən yaxşıyıq.
Sizin dediklərinizdə haqlılıq var. Mən onu demirəm. Sadəcə qurban olun. Vallahi nə dərsliklər çox yorur uşaqları. Belləri qırılır, körpələrin beli qırılır. Siz nə danışırsınız? İnanın siz o min işləklər alır. Mən də onların içindəyim. Yəni mən özümü kənara qoymuram. Uşaqlar iyrənirlər, yorulurlar, iyrənirlər. Dərsliklər iyrəndirir uşaqları. Ədəbiyyata baxmışsınız, tarixə baxmışsınız, neçə dənə vərəqdir. Oxursan, heç nə də anlaşılmır. İnanın ki, mən heç nə, məsələn, öz uşağımın tarixini oxuyuram. Ay Allah, oxuram. Bizim tariximiz nə gözəl idi. Sevə xronologiya saxlayırdıq. İndi heç bir şey xronologiya yazmır, qorxusundan. Belə şey olar. Yəni, vallahi... Yazmaq istəmirəm. Yoxsa hər şey var əlavəsi ona görə mi yazmır? Var da, mən məsələn qurban olum, var. Özə ki, biz müəllimlərdən mən də onun içində deyirəm. Mən özümü kənara qoymuram. Hamımız bir dənə qayda kitab aldırırıq, iş dəftəri aldırırıq, onu aldırırıq, bunu aldırırıq. Amma yazıq körpələr və neynəsin? Həm valideynə zülümdür, həm də uşaqlara zülümdür. Valla, Quran haqqı, mən nəfər demək, sizdən çox razıyam, sizə hörmət edirəm ki, dəyər verirəm ki, valla, mənə maraqlısınız deyə. Mən burada təhsil sistemimizi yüksək tutmaq mən heç yüksək tutmalı elə. Uşaqlardan da oturur. Amma belə deyil də. Yazıq, mən şəxsən... Təsiniz Nurxan. Mən uşaqları pislədim, valideynləri pislədim. Mən ümumi danışırdım, biz mənim sözümü kurikulum sistemi ilə bağlı bilgi paylaşırdım. Və ümumilikdə bütün hər kəslə bağlı məlumat paylaşırdım. Amma siz uşaqlarla bağlı seminar da durdurdunuz, vaxtınızı da itirdik. Üstəlik, mənim işim seminarı keçmək idi kurikulum sistemi üzərinə. Amma mən bütün xırdalıqları da girməyə düşünürdüm ki, sistemimiz onsuz da boşluqdadır, bəli. Finlandiya sistemindən bir şey gətirirlər, bilmədən, düzgün şəkildə olmadan. Nə bilim, o ölkələrin sisteminə gətirirlər. Türkiyədə misal verdiniz, bəli, haqlısınız, o vəziyyətdədirlər. Ancaq bu bizi ilgiləndirməz. Deməli, biz nə etməliyik? Deməli, biz bu sistemi hələ ki tutmağa çalışmalıyıq. Çünki indi bu dəqiqə Türkiyəyə gəlmişsiniz musiqi ilə bağlı, nə bilirsiniz, orada sistem dəyişilibdir. Bizim musiqi ilə dediniz ki, bizim uşaqlarımız daha güclüdür. Nə ediblər? Sistemi dəyişdiriblər deyə güclüdür. Eyni sistemdir də. Ya da başqa bir olimpiyadada, ya da futbolist övladımız gəlmişdi bizim bu yaxınlarda bir həftədən qabaq. Futbol sahəsi axtarırdı ki, Türkiyədə futbola öyrənsin. Getdi, bir neçə yerlə danışdıq, getdi. Şəxsən bizim övladımız Azərbaycandan gələn bəyənmədi. Dedi ki, Azərbaycandakılar daha güclüdür və geri getdi. Və Nurxan, mən uşaqları da pis demədim. Mən ümumilikdə valideynlərində bilinçsiz olduğunu başa salmağa çalışdım. Uşaqlarımıza da bir şeyləri həvəsli bir şəkildə başa sala bilmədiklərini başa salmağa çalışdım. Çətinlik və Ülkər xanım da dedi ki, orada oxuyanlar, kətdə oxuyanlar məcburdular, oxuyub canları qutarsınlar, problemləri var, buraya gəlmək istəyirlər, ona görə buradakiların problemi yoxdur. Xeyr, biz problem yaratmaq üçün deyilik axı. Biz bir təhsillə getməliyik, biz problemi yaradacağıq ki, təhsili yaxşı getsin. Çox belə yöntəmsiz bir cavab olacaq, yəni bu düzgün deyil, biz problemləri həll etməyə çalışarkən daha da çox problem yaşatmağa çalışırıq bu mənada ki, problemi olsun ki, dərsini olsun. Ona belə çıxır ki, problemi olanlar kurikulumu yaxşı bir şəkildə, Nuray xanım demiş, uşaqlar əziyyət çəkirlər olmayaraqdan deyil, oxuyub bitirlər ki, canları qutarsın, çıxıb gəlsinlər Bakıya. Amma Bakıdakılar deyirlər ki, yox, onda yenə Nuray xanımı burada başlayırıq ortalığı qarışdırmaq ki, yox Nuray xanım, necə oldu, kətdəki oxudu, buradakı oxumadı. Ümumiyyətcə, məsələ bununla bağlı deyildi. Bizim dərsimizin əsas məqsədi kurikulumu sizə başa salmaq idi. Və mən bayaq dərsə başlayanda da bildirdim ki, kurikulum sistemi əslində nədir, amma sizə nəyi başa salırlar. Və siz mənim sözümü sona qədər dinləmədən başladınız ki, bu pisdir, bu nədir, uşaqlarımız yorulur. Mən bilmirəm ki, pis olduğunu, mən bilmirəm sizə düzgün başa sala bilmədiklərini üçün müəllimlərin də əziyyət çəkdiyini, valideynlərin ümumiyyətcə ailə ilə, övladları ilə, eşləri ilə aralarındakı bağları belə başa düşmədən dünyaya gətirdikləri uşaqlarına özlərinə heyləri olmadan övladlarına bir şeyləri başa sala bilmədiklərini mi bilirəm mən?
Mən heç sözümü, seminarın əsas məğzini, kompetensiyalarını sizə çatdırmadan siz hər zaman gördüyüm kimi başladınız ki, uşaqlar əziyyət çəkirlər. Bilirsiniz, biz də vaxtında çox əziyyət çəkmişik. Bizim çəkdiyimiz əziyyətlər tamamilə həyati idi. Amma bugün sadəcə o uşaqdan ki, dediyiniz o əziyyət çəkən uşaqdan bir dənə kitabda olan 3 dənə əlavə kitaba görə başa salmağı biz bacara bilmiriksə, deməli elə bəzi məsələlər bizim başımızda da çatmır. Yüklənir, bu uşağı yükləmək birinci elə 3 yaşından bağçaya bırakmaqla gedir. Gəlin birinci oradan başlayaq. 3 yaşındakı uşağın bağçada nə işi var? Mən övladını dünyaya gətiribdi, yoldaşına kömək eləmək istəyir. Yoldaşına kömək eləmək istəyirdi ki, bağçaya bıraxın. 3 yaş bağçaya bıraxmaq üçün də, ay müəllimlər, mən sizə soruşuram. 3 yaşında bağçaya gedən bir müəllim, Nuray xanım sizə səslənirəm, 7 yaşında sizin kurikulumu başa düşəcək? Yox. Niyə? Çünki o bezibdir. Çünki o kurikulumdan yox, o 3 yaşında bağçaya gedib beynini doldurmaqdan bezibdir. Bu bir. İkincisi, problem yaradacaq olsa, çox xahiş edirəm. Bilirsiniz necədir? Bağçaya gedib məktəbdə də, məktəbə qədər də birinci sinifdə mənim oğlum birinci sinifə gedəndə müəllimə tələb elədi ki, imla yazmalıdır. İmla yazmadığına görə sizin uşağınız zəif bilir. Dedim, niyə? Saitləri bilir, samitləri bilir və s. Necə olur bu bilmir? Dedi ki, imla yaza bilmir. Burada 7 nəfər uşaq imla yazır. Yəni, bilirsiniz necədir? Burada nə valideynin, nə bağçanın günahı var. Yəni, hamının birinci sinifə gedəni var. Müəllimlər tələb edirlər ki, birinci sinifdə imla yazsın. Hansı öyrənməlidir? Kimin günahıdır? Kimin günahıdır? Mən sizə deyim. Burada danışılaq. Gəlin gedək sizə, gəlin Azərbaycana, mən Türkiyədəyim. Təhsil Nazirliyinə sizin hər birinizi düzüm üst-üzə. Gəlin burada danışılanları Təhsil Nazirliyinə şəxsən bildirin. Ayağa qalxın, Təhsil Nazirliyinin qabağına gedək. Gedək Təhsil Nazirliyinin qabağında. Eyni burada saydığınız kimi saymasanız, ondan sonra xahiş edirəm, danışın. Müəllimə, bilirsiniz necədir? Mənim uşağım bu illərim musiqi məktəbinə imtahan verdi. Təqizə gətirin ki, 100 balla uşaq pulluya düşdü. Siz nədən danışırsınız? 100 balla uşaq pulluya düşdü. 86 balla, 86 balla. Mənim qızım pulluya düşdü. 86 balla. Vətənimi də çox sevirəm, təhsilimi də sevirəm. Mən təhsilimi sevməsəm, mən pulsuz çox işlərdə görürəm. Bilirsiniz, mən təhsil lazım olanda hər yerdə hər sözümü derim. Niyə demirəm? Onu deməkdir. Yüklənir. Yüklənməyin də problemi biz eləyirik. Məcbur eləyirik ki, ay Allah, müəllimə, alayım pul verim, uşağıma şey öyrədim. Məktəbə qədərə gedəndə hər şeyi bilsin. Biz məktəbə gedəndə xət çəkirdik. Biz xətlər çəkirdik. Sən qurban olsun. İndi biz uşaq əsər çəkir. Məntiq öyrənir. Bu, yəni, qurban olun. Mən sizi çox gözəl başa düşdüm. Sizi də dəstəkləyirəm. Danışığınız çox xoşuma gəlir deyə mən sizə qoşulmuşam. Hamının vaxtı, mən çəkdən boş vaxtımdan oturmamışam. Hamı da həmçinin mənə elə gəlirsə, mənə veririk ki, bura qoşulmuşum. Amma ki, bir-birimizə mənim deməyimin məğzi odur ki, mən sizi çox gözəl başa düşdüm. Mənim deməyimin məğzi odur ki, yəni, siz necə, hər şey, bütün problemlər, bütün zəncirvəridir. Ona görə də biz onu qura bilmirik. Hər şeyə görə təşəkkür edirəm. Sizin aranızda bilirsən. Narahat eləmədiniz. Mən sizinlə empatiya qururam. Amma siz bir şey kaş ki olmasaydı. Çünki mən onsuz da zəncirvari olduğunu bildirdiyim halda siz mənim sözümü kəsib zəncirvari olduğunu bildirdiniz. Amma onun qırağında mən sizdən onsuz da razıyam. Zəncirvari olduğunu onsuz da deyirdim mən. Amma çox təəssüflər olsun ki, vaxtımız çox təəssüflər olsun ki, getdi belə bir məsələyə. Hamımızın içimiz doldu. Hərəmizin öz problemimiz vardı. Hərəmizin təhsil sistemindən ayrı problemlər var və mən sizə təsdiqləyirəm, razıyam sizinlə də. Amma mən başqa yöndə də danışıb da sonra sözün üstündə dura bilməyənlər də çox görmüşəm. Ona görə də mən qıraqdan nəticəyə baxmağa çalışıram. Mən öz əlimdən gəldiyi qədər dəstək olmağa çalışıram. Mən burada heç vaxt Təhsil Nazirliyini, özü də seminarı başlayanda artıq onları yudum.
sərdim. Yəni ona görə də ehtiyac yox idi. Vaxtımızı çox itirdik. Digərlərinə də yazıq oldu. 57 nəfər var, burada 58 nəfər var. Eyni dildə danışırıq. Sadəcə kaş ki kurikulumun əslində nə olduğunu tam başdan mən sizə dedim. Kurikulum bərabərdir praktikaya. Bizdən istənən də buydu. Kaş ki biz praktika ilə keçə bilsəydik. Amma mən burada da yenə Təhsil Nazirliyini söydüm, batırdım. Mədəni sürətdə yaş məsələsi, quru məsələsi sərdim ki, onlar müəllimlərə düzgün şəkildə başa sala bilməyiblər. Və bunun əziyyətini bugün müəllimlər də çəkir, valideynlər də çəkir, uşaqlar da çəkir ki, siz mənim ağzımdan o sözü aldınız. Mən hər kəslə empatiya eləyən bir şəxsəm, sizlərlə də empatiya eləyirəm. Biz eyni dalğadayıq. Sadəcə çalışaq bir məsələni həll etmək üçün sona qədər dinləyə görək. Burada nə deyilir? Və sonda fikirlərimizi bildirməyə çalışaq ki, eyni olacağını onsuz da mən qabaqcadan başlayanda bildirsəm də, yəni burada siz olardınız. Əgər elə olsaydı, əgər Bilirsiniz necədir? Biz bura qoşulmuşuqsa, biz uşaq deyilik, bir-birimizlə fikir bölüşməliyik. Mən şəxsən necə bilsəydim ki, fikir bölüşmək sizin üçün xoş olmaz, heç mən fikrimi bölüşməzdim. Yəni, sizin mənə heç xoş olmadı. Mən bir müəllimə kimi fikrimi bölüşdüm. Siz razı olmağınız gözlərim. Amma ki, həqiqətən mən bir neçə insanın demək istədiyini mən deyirəm. Yəni, həqiqətən təhsildə də mən heç kurikulum olmayana mən kurikulum forması da keçirdim uşaqlara dərsimi. Kurikulumdan da. Bəzən istiqamətlər olmalıdır. Nuray xanım, Leyla xanım, mən də öz fikrimi bildirim bu məqamda. Aktivliyinizə görə minnətdaram. Mən həqiqətən müəllimin fikirlərini çox qatılıram. Yəni, özüm də stajım az olsa da eləyərəm. Amma elə müəllimlər var ki, çox üzr istəyirəm, vaxtınızı alıram, ümumi deyim. Əslində Leyla xanımın vəzifəsi və istəyi budur ki, mən həmin mövzunu tam tədris edim, fikrimi bildirim. Hansı hissədə boşluqlar varsa ya da hansı hissədə suallarınız, problemləriniz varsa, ümumi təhsil mövzusunu bildirim və həll edir. Amma mövzu tam yetməyəndə sona artıq həmin fikir bölünür, yenidən fikir toplamaq çox çətin olur. Bir də məsələn, buradakı hər üzv sadəcə öz fikrini düşünür. Amma mən və Leyla xanım buradakı bütün müəllimlərin fikrini. Yəni deyirik ki, hamı razı qalsın, hamı bizim fikrimizi anlasın, biz də fikrimizi çatdırır. O səbəbdən biraz gərginlik olmuş ola bilər. Bizim problemimiz budur. Üzr istəyirəm. Siz necədir? Niyə gərginlik olur ki? Vaxt məhdudiyyət Adam bir sözü danışanda, gözəl mənim, bir adam bir sözü danışanda, əzizim, o saat gərginlik deyir. Niyə ki? Bəs biz normal insanlar, bu fikir bölüşməlidir. Burada gərginlik nə var? Təlimlərdə belə olur ki, mövzu tədris edilir, bir 20 dəqiqə, 25 dəqiqə, yarım saat. Ondan sonraki yarım saat ərzində də müəllimlərin sualları cavablanır. O səbəbdən təlimin əvvəlində bölündüyünə görə, əlbəttə sizin dediyiniz problem Azərbaycanın ən böyük problemi təhsil sahəsində ola bilər. Amma məsələn, sizin fikrinizdə buradakı bir 30 nəfər qatılar, 60 nəfər bəlkə də. Bir nəfər var ki, deyir ki, mən gəlmişim təlimini dinləyim, ondan sonra suallar ünvanlansın. Ona görə bu təlimlərin hamısı bu formada olur. O səbəbdən əslində təhsil mövzusu hamımız bura yığışmışıqsa ən dəyərli vaxtımızı bura ayırmışıq həqiqətən hər birimiz. Bir də onu sizə çox qatılıram ki, müəllim deyir ki, mən bu mövzunu keçirəm, tapşırığa qədər çatın, ondan sonra deyim, afərin. Artıq ən çətin tapşırığa çatana qədər uşağın həvəsi sönmüş olur. Uşaq gedir, işləyir, filan yerdə bir vəsait var, o çox çətindir. Çox uşaq onu işləyə bilmir. Onu aldıraq, işləyək. Ən çətinə çatana qədər artıq uşaq yorulmuş olur. Əslində hamımız eyni təhsil sistemində işləsək də, hər kəsin öz yolu olmalıdır. Müəllim deməli ki, mən bu qədər vəsait işlədirəm. İşləyirsən işlə, mən şagird üçün bu qədərini məsləhət görürəm. Ona görə hər müəllimin öz yolu var fikrimcə. Bu qədərdir fikrim. Nuray xanım, dəyərli fikirləriniz üçün bir daha təşəkkür edirəm. Ona görə təlimimizi əgər vaxtınız varsa dinləyək, ondan sonra suallarımızı təkrar ünvanlayaq. Həqiqətən fikirləriniz, aktivliyiniz, burada varlığınız bizim üçün çox dəyərlidir. Buyurun Leyla xanım, söz sizin. Təşəkkür edirəm. Yenə deyirəm, burada mən hər kəslə empatiya edirəm, mənim işim budur. Amma mövzumuz yeni nəsil kurikulumdan bağlıdır. Dərdlərimiz
eynidir. Onsuz da eyni məsələdən də davam edirik. Ancaq mövzumuzu bitirək, ondan sonra dərsləşək. Sonuçta buraya seminara bir şeyləri eşitmək üçün gəlmişik. Yox, əgər biz stajımız yüksəkdir, hər şey deyirsə, o zaman nə ehtiyac var? Dərsləri danışmaq üçün başqa bir vaxt. Yeni nəsil kurikulumda müəllimin peşəkar iş prinsipi. Yeni nəsil kurikulumda müəllimin rolu köklü şəkildə dəyişibdir. Köklü şəkildə dəyişibdir. Normal bildiyimizdən uşağa dərsi verdi, çıxdı, getdi deyərəkdən deyil. Bayaq da yuxarıda qeyd elədiyim kimi. Bir praktikaya bağlayırıq bunu. Əsas bilik mənbəyi və məlumat ötürücüsü kimi çıxış edirsə, burada müəllim müasir yanaşma kurikulumda bu dəqiqənin içində təşkil edilən dərslər, istiqamətlər nədir ki, şagirdin inkişafına doğru getməlidir. İstər Azərbaycan dili olsun, istər riyaziyyat olsun. İndi siz deyirsiniz ki, kitablarımız ağırdır. Mən də deyirəm ki, başa düşürəm, ancaq gəlin belə deyim də, gəlin dərslərimiz ağırdırsa, onları bölüşdürməyə çalışaq. Bir mövzunu, 3 mövzunu bir dərsi keçmək mümkün deyil onsuz da. Gəlin bir mövzunu yaxşı öyrənək, ondan sonra keçək öbürsünə. Bəzən deyirlər ki, ay müəllimə, mümkün deyil, direktor bizdən tələb edir. Direktor sizdən puldan başqa heç bir şey tələb eləmir. Gəlin özümüzü aldatmayaq. Bu dəyişiklik müəllimdən yalnız fen biliklərini deyil, eyni zamanda pedagojik çeviklik, psixoloji həssaslıq və əməkdaşlıq bacarıqlarını tələb edir. Biz bugün əməkdaş olduqmu? Biz bugün həssas olduqmu? Yox. Çox təəssüflər olsun, çox üzüldüm. Mən empatiya qurdum, hər kəsi dinlədim, amma ola bilmədik. Və mənim demək istədiyim də kurikulumda da biz şagirdlərimizlə əməkdaş olmalıyıq. Mənim bir proqram var, mənə bir proqram verilibdir, cəhənnəm olsun hər kəs, 5 günlük dərsim var, altından gəlməyəcəm, 5 gündə də ki, ayda 2 saatim boş var, otururam, bu 2 saatı da bir şeyləri sırışdırmaq mümkündür. Siz heç evə getməyib, o 2 saatlıq boş vaxtınızı uşaqlarla bilmədikləri mövzunu bir daha keçməklə eləyə bilmişsiniz, keçmişsinizmi? Yox, amma mən keçmişəm. Saat 9-a qədər məktəbdə oturmam olur mənim. Başa düşmədikləri, o ağır dediyimiz mövzuları bir daha təkrar eləmək üçün. Bu mənada əməkdaşlıqdır da, şagirdlərimizdən bir növ başqa bir əməkdaşlıqdır. Yəni biz burada dərslərimizi başa salacağıq, nə eləyəcəyik filan beşdəkar, həmişə də dərd başa salmaq, dərdləşmək uzun bir vəziyyətdir. Mənə görə bir pedaqoq olaraq da bizə yaraşdıra bilmirəm. Biz niyə pedaqoq olmuşuq? Biz o dərdləri həll eləmək üçün. Əməkdaşlıq, co-teaching, əməkdaşlıq, yeni nəsil kurikulumun əsas iş prinsipi biri olub ki, müəllimlər təcrid olunmuş şəkildə deyil, birgə pedaqoji məsuliyyət daşıması ideyasına görə davam etsinlər. Yəni, burada əməkdaşlıqda 2 və ya daha çox müəllim eyni tədris prosesini planlaşdıra bilər. Bilirdiniz? Yox. Niyə? Bir də bizim orada bir ego məsələmiz var. Mən gedib o birisindən bir şey öyrənəcəm. Mənim dərdlərim var axı. Yox. Amma öyrənməliyim. Nə cürə olur olsun. Bir şey bilmiriksə biz gedirik oradan öyrənməyə. Biz gedirik orada sual verməyə. Biz gedirik oradan sual veririk ki, bəlkə bizdən daha çox bilən birisi var. Baxın görüm orada nə cür məsləhət verir. Bağça təlimliyinə bir məsələ var idi, sual verdilər mənə, cavab dedi. Dedi ki, uşaqlara saatı başa sala bilmirik. 3 yaşı var ya onun. 3 yaşındakı bir uşağa saatı necə başa sala bilərsə, eyni kurikulum məsələsinə gətirirəm. Ona saat bilməyəcək o. O saatın öyrənmə bir vaxtı var. 4 də deyil, 5 də deyil, 6 da deyil. 7 normaldır, 6 yarım. Biz ona güneşi başa salacağıq. Güneşi bilir, güneşi hamı bilir. Güneşi göstərəcəyik ki, buraya gəlmişsənsə, güneşi görəndə yatmaq vaxtıdır. Kimin ağlına gələrdi? Amma mənim ağlıma gəlir. Eyni zamanda kurikulum sistemində Azərbaycan dili olmaq üzrə fərq eləməz. Hər hansısa bir mövzunu eyni güneş sistemindən başa salmaq olar. 5 olsun, 6 olsun, 7 olsun, 8 olsun, 9-cu sinif şagirdinə də güneşi çıxardacaq deyiləm kimi. Müəyyən dərəcədə beynimizi yormalıyıq da biz. Bizim bugün bu hala qalmamızın səbəbi də budur da olsun. Biz beynimizi başqa şeylərlə yoruruq. Biz deyir, dincəlmir, sözümüzdən belə çıxır ki, dincəlməyəcək. Niyə dincəlirsən? Sən xəstə olmaq istəsənsən. Biri siz beyninizi işlətmədiksə, sizin demans olma ehtimalınız var. Pardon, demans nədir bilirsiniz? Demans yaddaşın silinməsidir. Beynimizin yaddaşımızın silinməməsi üçün yüksək səviyyədə beynimizi yormamıza ehtiyacımız vardır. Ay pedagoglar, xahiş edirəm.
Məsələdən qaçdıqca o məsələ daha da bizim üstümüzə gələcək. Məsələni həll etməyə çalışacağıq, amma əgər gücümüz dövlət səviyyəsində, yenə deyirəm, təhsil sistemini təlimə başlayanda yudumsərdim mən. Əgər onlara sözümüzü çatdıra bilmiriksə, özümüz öz bildiyimiz yoldan ən azından həm özümüzə, həm valideynlərə, həm də şagirdlərə dəstək olmağa çalışacağıq. Bir valideyn bir məsələ ilə qarşılaşmışdım, gəlib müəllimə deyir ki, müəllimə, mən bunu başa düşmürəm, mənə bunu başa sala bilərsiniz. Adam bir sifət eləyir müəllimə. Mənim vaxtım var, zəng vurulubdur da. Budur problem. Bəs biz burada axı dərs danışırıq. Kurikulum səhvdir, kitablar çətindir deyirik. Niyə o zaman bu valideynə də başa sala bilmirik? Belə dərd demişsiniz, bu da dərddir. Müəllimlər deyir, özləri başa düşə bilmirlər. Deməli, biz də dərdik. Biz oturub özümüz də işləməliyik. Özlərimizə. Mənim anamın 65 yaşı var və müəllimədir və musiqi müəllimədir. Musiqi müəlliməsidir. Bazar günü, sabah onun ev günüdür. Amma gəlin, mən ona zəng eləyəcəm. Dayam, anamla görüşməyə. Deyəcək ki, qızım, mən bir şeylər var, onu araşdırıram ki, uşaqlara elə başa salım ki, başa düşsünlər deyə. Musiqidə kurikulum yoxdur, musiqidə kurikulum var, xəbəriniz var da yəqin ki. Anamın nə işini 65 yaşında durub o mövzunu uşaqlar daha düzgün başa düşsünlər deyə proqramı sadələşdirir. Mənə deyə bilərsiniz? Sizdə kurikulumda orada yazılanlar, bütün riyaziyyatı olsun və s. bir düstur üzərindən orada yazılanı eləməliyəm demirlər axı sizə. Sizə bir düstur verirlər, deyirlər bunu öyrətkinə. Siz şagirdlərinizi tanımadıqdan sonra təbii ki də heç bir şey öyrətməyəcəksiniz siz ona. Öyrədə bilməyəcəksiniz və problemlər çoxalacaq. Və problemlər də çoxaldıqca insan əgər öz psixikası ilə qarşı-qarşıya gələ bilmirsə, qarşı-qarşıya gələ bilmirsinizsə, o zaman başlayırsınız başqalarını günahlandırmağa. Çalışan, mən illərdir özümü təhsilə verilmişəm. İllərdir ödənişsiz seminarlar keçirəm. Bir qəpik də bu seminarlardan əldə etmirəm. Deyəcəksiniz ki, nə çıxarım var sənin? Sual verin də. Mən özüm də o sualı öz-özümə verirəm. Niyə mən PDF hazırlayıram? Niyə mən sizinlə proqram bölüşürəm? Bölüşməyim də. Gedim mən də blogerlik eləyim. Amma bir çözüm axtarıram da mən. Bir məsələni aydınlaşdırmaq istəyirəm. Nəcür eləmək olar? Mən də sizinlə niyə bir araya gəlirəm? Fikirlərinizi öyrənim, ona görə davam edeyim. Amma siz heç mövzunu başa düşmədən sadəcə dərdlərinizi danışmağa gəlirsinizsə, üzrünüzü hesab edin, burası dərdli deyil. Hamımızın dərdimiz var və dərdimiz də eynidir. Tam razıyam sizinlə. Tam üst-üstə düşür fikirlərimiz. Ancaq çox xahiş edirəm. Özümüzə də, bir-birimizə də empatiya quraq. Diferansiyel yanaşma. Diferansiyel yanaşma yeni nəsil kurikulumda bərabər imkan deyil, ədalətli imkan prinsipinə əsaslanır. Bəli, təklərdən səs çıxmaz. Dəmir yumruq olmalıyıq. Cənab Prezident dediyi kimi. Fərdi öyrənmə tərzini, intellektual səviyyəsini, maraqlarını və ehtiyaclarını nəzərə almağa çalışır şagirdlərimizin. Siz bu dediklərindən nə başa düşürsünüz? Şagirdlərimizlə yaxından tanış olmalıyıq. Kitabların dərdi ayrıdır. Kitablardakını başa salmamağımızın bir dərdi də şagirdlərimizi tanımaq istəməməyimizdir. Uşaqlar çox yorulur, çox güçlü şəkildə problemlidir. Kitablar demək çox asandır. Amma gəlin ki, sinifdə oturaq uşaqlarımızı həqiqətən də çalışaq tanıyaq. Uşaqlarımızı tanımağa başlayanda kişisel olaraq da onlara hörmət edirik və qarşılıqlı şəkildə əslində nə dediyimizi bir-birimizin başa düşməyə başlayırıq. Bugün heç kəs bir-birinin nə demək istədiyini başa düşmək istəmədiyi üçün bu nöqtəyə gəlmişik biz. Təlim keçmə strategiyaları və onların tətbiqi, kurikulum sistemində. Əslində kurikulum sistemi deyildiyi qədər də qorxunç deyil. Normalda bizim elədiyimiz, elədiyimizin sadəcə proqramının dəyişik versiyasıdır. Yazılı proqramının, başqa heç bir şey. Arzu xanım, olsa proqramı keçirəm mən. Təlim keçmə strategiyaları və onun tətbiqi ilə bağlı davam edirəm mövzumuzu. Yeni nəsil kurikulumda təlimin effektivliyi yalnız mövzunun məzmunundan deyil, istifadə olunan strategiyadan bağlıdır. Bizə kurikulum proqramı veriləndə strategiyası verilmir. Bax, bayaqdan dərsi başlayanda demək istədiyim buydu. Müəllimlərin şikayəti də əslində bunun üzərindədir.
Bizə sadəcə proqram verilir. Verib də əlimizə deyib ki, get öyrət. Bizə qalmışıq ki, ama bunu öyrətməyin yolu nədir? Bunu öyrətməyin yolu nədir? Layihə əsaslı öyrənmə var. Bilirsiniz layihə əsaslı necə? Problem real və mənalı olur. Şagirdlər araşdırma aparır, məlumat toplayır, həll variantlarını hazırlayırlar, nəticəni təqdim edirlər və müdafiə edirlər. Amerikada olduğu kimi. Müəllimin burada rolu nə olur? Hazır cavab vermək deyil, cavab vermir uşaqlara. Araşdırma prosesidir və suallardır. Mən sizə bunu da deyim. Kurikulum proqramı ilə bağlı sadəcə proqram kitab dərslik deyil də. Proqramını tapın Təhsil Nazirliyindən, saytına girib tapın və strategiyalarını əldə edin. Və siz əgər, misal üçün, layihə əsaslı Azərbaycan dilini keçməyə başlasanız, sizin qapınızı döyüb heç kəs deməyəcək ki, niyə burada proyektör açmısan sən? Bizim öz əlimizdədir. Qanun nə edir? Strategiyası budur. Al, mən proyektörlə işləyirəm. Sənə nə? Biz qanuni iş görürük. Biz başqa əlavə bir şey eləmirik ki. O çəkir sizə seminarda 20 yanvarda, 26 fevralda çəkir sizə, uşaqlar da arxadan çəkirsiniz. Qoyursunuz sonra statuslara ya da Instagramlara. Eyni sistemi sadəcə dərs keçirsiniz elə. Biləcəksiniz bunu. İstifadə eləmək üçün strategiyadır. Və bu qanunidir. Və bunu kurikulumda istifadə eləmək olar. Demirsiniz kitablar ağır gəlir. Gəlin layihə ilə eləyək. B. Tərs üz edilmiş sinif. Flipped classroom. Tərs edilmiş sinif modeli təlimin məkan və zaman bölgüsünü yenidən qurur. Bu strategiyada nəzəri biliklər sinifdən kənarda, əsas video, təqdimat və ya oxu materialları vasitəsilə öyrənilir. Bu da nədir? Şagird öz sürətinə uyğun öyrədilir. Sinifdə pasif dinləmə azalır. Pasif dinləmə nədir? O pis oxuyan uşaqları arxaya atırıq biz. Onlar da gəlirlər qabağa, bərabər dinləyirlər. Pasif dinləmə aradan qalxır. Müəllim hər bir şagirdə daha çox fərdi dəstək göstərə bilir. Dəyirmi masa olanda daha yaxşıdır. Dəyişdirə bilərsiniz, bilirsiniz siz bunu. Sizə heç kəs gəlib qapını döyüb deməyəcək ki, burada niyə dəyirmi masadır? Bir-birlərini görmədikləri üçün də bir-birlərini empatiya qura bilmirlər şagirdləriniz, bilirsinizmi? Dəyirmi masa eləyə bilərsiniz. Neçə nəfərdir? 40 nəfər deyirlər. 40 nəfərə görə də sizə otaq verirlər. Deyirsən ki, eləməyəcəm, özümü görməyəcəm, siz bilərsiniz. Misal üçün, sinifdə vaxt əsasən nəyə gedir? Müzakirəyə, problemin həllinə. Hər kəs öz alternativini qoyur. Amma biz bayaqdan alternativ qoymadıq. Biz bildiğimiz problem danışdıq. Amma mən alternativ istərdim. Müzakirələrə, problem həllinə, debatlara, amma düzgün debatlara. Düzgün debatlara. Şagirdlər bugün ədəbiyyat kitablarımız, tarix kitablarımız pis vəziyyətdə deyillər. Sadəcə düzgün bir şəkildə bir-birimizi anlamaq lazımdır. Və düzgün bir şəkildə tarix dərsini də sevdirə bilərik. Uşaq var idi ki, müəlliminə görə tarix dərsini sevmir. İndi bu dəqiqə də gördüyüm uşaqlar var. Və imtahana coachluq elədiyim bir uşaq var idi ki, 18 bal idi onda bal, 11-ci sinifdə. Mənlə görüşdükdən sonra o tarix müəlliməsini də sevdi. O tarix dərsini də sevdi və balları da 30-a qalxdı. Ən son bal bilirsiniz də 30 yəqin ki, mən sizə xatırlatmayayım. Nəyə görə? Çünki sevdirməyə bacarmaq lazım. Çünki uşaqlara strategiya vermək lazım. Biz bugün müəllimlər özümüz strategiyaları istifadə edə bilmiriksə, bu kimin problemidir? Ümumiyyətcə, bunlar nə üçün var? Bıraxın, biz heç kəsi dəyişdirmərik, biz o başdakılara gedib bir şey deyə də bilmərik. Deyənlər var ya, amma o da işə yaramır. Mümkünatı yoxdur. Mən özünüzü orada görmək istəyərəm. Ancaq biz ən azından əlimizdən gələnin bir şeylərini eləyə bilərik. Ədəbiyyat olsun. Görsən əzbərləyə bilmir, heç bırax, boş ver. Əzbərləyə bilmir, başa salsın. Ümumiyyətcə, şeir əzbərlənmə sistemi çox yanlış bir sistemdir. Bu bizim öz Sovyetlərə də aiddir. Bizdə də roman əzbərlədirdilər. Nə bilim, 3-4 səhifəlik şeir əzbərlədirdilər. O beyni durdurur, işə yaramır, onu da biləsiniz. Bilmirdiniz. C variantı 4K bacarıqların inteqrasiyası. 1. Kritik düşüncə. Şagirdin verilən məlumatı sorğulaması, analiz etməsi və nəticə çıxarmasıdır.
2. Kreativlik. Mövcud biliklər əsasında, mövcud deyil, mövcud biliklər əsasında yeni ideyalar irəli sürmək, qeyri-standart həll yolları tapmaq. Biz burada bugün çox təəssüflər olsun ki, həll yollarından başqa hər şey danışdıq. 3. Kommunikasiya, fikri aydın, məntiqli və qarşı tərəfi anlayaraq ifadə etmə bacarığıdır. Bugün uşaqlarımızda bu saydıqlarımızın heç birisi yoxdur, çox təəssüflər olsun. Bir-birlərini vurmaq, dalaşmaq, bir-birlərinə söz daşımaq, bu həm ailə ilə bağlantılıdır, həm müəllimlərlə bağlantılıdır. Bunu da kitabların üstündə yıxmayaq, xahiş edirəm. 4. Kooperasiya, komandada işləmək, məsuliyyəti bölüşmək. Yenə deyirəm, kurikulumu əslində düzgün istifadə etsəniz, bunların hər birini bir sistemli bir şəkildə sinifinizə tətbiq edib, uşaqlarınızı daha çox inkişaf etdirə bilərsiniz. Ancaq biz başqa şeyləri danışmağı tərcih edirik. Kooperasiya, komandada işləmək bacarığı. Başınıza dönüm sizin, bax. Komandada işləmək bacarığını bugün də görmədim. Ümumiyyətcə, iş yerində də görə bilmirəm. Ancaq empatiya eləyən insanlar qabağa gedirlər. Düşünün niyə? Çünki bu bir bacarıqdır. Bacarığı əldə etmək üçün biz özümüz yenə birinci mütəxəssis olmalıyıq. Bu, tüfədir, yalakalıq deyil. Sözünü deməyi bacarmaq, amma qarşı tərəfi də başa düşməkdir. Qarşı tərəf yaşınızla eyni olmaqdır, eyni zamanda da yaşı kiçik olub da ona da hörmət etməyi bacarmaqdır. 4K bacarıqları ayrıca bir mövzu kimi deyilir, yəni kooperasiya olaraq komanda ilə bağlı. Bütün dərs prosesində, daxilində. Yəni, bilirsiniz, yenə də açıram bu düsturu. Kurikulum məsələsini açıram yenə. Biz uşaqları buraxırıq öz başlarına. Mövzunu atırıq ortaya və deyirik ki, özləri bu məsələ ilə bağlı bir irəliləyişlər etməyə çalışsınlar. İndi başlayacaqsınız ki, o da elə mövzu var ki, uşaq başa düşməyəcək. Mən onu nəzərdə tutmuram. Ümumilikdə, stratejik olaraq nə etmək olar ki, uşaq sizin dediklərinizdən sonra dediklərinizə əsasən açıqlamalar gətirə bilsin. Amma bizim belə bir egomuz da var. Bu uşaq niyə danışır ki? Mən dediğim sözümə bitdi. Ya da ki, mən başa saldığım, başa düşmənin sənin günahındır. Yox, kitablar günahkardır. Amma heç bir müəllim bir çox halda, bir çoxusu oturub demir ki, mən bunu necə başa salım ki, uşaq mənə tərəf gəlsin və bu strategiya işləsin, bir-birlərinə sual versinlər. O tərbiyəsizdir, onun anası belədir, onun babası belədir. Əşi dərsini keçib çıxıb gedir, qalsın olduğu kimi hər şey. Formativ qiymətləndirmə strategiyaları. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini dərs boyunca izləmək və dərhal geri bildirim vermək məqsədi daşımaqdadır. Yəni, misal üçün, çıxış biletləri, şagird dərsdən çıxmazdan əvvəl öyrəndiyi əsas məqamı yazır. Mən bir dənə qabım var idi, balıq tuturlar, balıq saxlayırlar, yuvarlaq qablar. Mən balığımı görəndən sonra onu götürmüşdüm, sirtmə qoymuşum, belə də durur. Orada kağızlar var. Problemə görə dəyişir. Mən ki, o sinifə gələndə istifadə elədiyimdir. Uşağın vəziyyətinə görə. Bugün hansı emosional duyğuyla gəlib? Bugün o uşağa dərsi başa salanda nə qədər diqqət eləməliyəm ki, onun diqqəti də məndə olsun deyə. Və o kağızları açıb emosiyalarını göstərdiklərində onlar başa salırlar ki, bugün həqiqətən də buradakı yazıldığı kimiyəm, yoxsa deyiləm. Burada çıxış ilə bağlıdır. Öyrəndiyim şey nə oldu? Maraqlı məqam nə oldu? Cavab sualı nə oldu deyə. Yazır, atır ora. Siz də ondan sonra 5 dəqiqə açırsınız, oxuyursunuz. Neçə nəfərdir? Maksimum neçə nəfər olur orada? Maksimum 40 nəfər deyir. 50 nəfərə çatdırmırlar ki, çox şükür, Allah razı olsun. 40 nəfər. Məncə 10 dəqiqə yetərli olar. Hər 1 dəqiqə ayırsaq ya da yarım dəqiqə ayırsaq, oxusaq, o da adını soyadını yazır da. Bu siniflərə görə dəyişir də, xahiş edirəm hər sözümdən bir gülçək yaratmıyor. Misal üçün deyirəm. Hər kəsin öz strategiyasına uyğun. Hər kəs öz sinifinə uyğun şəkildə bir strategiya qurur. Mən bu strategiyaları paylaşıram ki, siz özünüz də istifadə edin. Amma burada yazıldığı kimi onsuz da heç bir şey istifadə olunmuyor. Kurikulumda sizlərinizə veriblər, deyirlər ki, gedin işlədin. İşlədə bilmirsiniz ki, çünki strategiyanız yoxdur. Harada tapacaq strategiyanı? Ya təlimlərə qatılacaq, sonuna qədər dinləyib sonra sualımızı verəcək. Ya da ümumilikdə öz sinifinizə görə. Öz sinifinizə görə quraşdıracaq, öz şagirdlərimizə görə quraşdıracaq. Öz suallarımızı qoyacaq. Heç kəsin həqiqətən işləməyə mənə elə gəlir ki, xəbəri yoxdur. Mən evə gəlirəm, gec gələndə yoldaşım deyir, harada qaldın, neysə.
Biraz sevək də, sevmiriksə niyə görürük bu işi? Məsələ sevməkdən də çox, yəni bir məsuliyyətimiz var da bizim, biz bir şəxsiyyət yetişdiririk sonuç etibarilə. Biraz özlərimizdə də işləməliyik. Empatiya eləyə bir-birimizə. Hər kəsin sözündən bir söz də çıxartmırıq da. Hamımızın problemlərimiz. Amma baxaq görək o qarşı tərəfin dediyində o problemlər eyni şey deyil. Yeni bir şey işləndə də oturaq ondan da bir dərs çıxardıq. Digər müəllimlərdən də bir dərs çıxardıq. Ümumilikdə oxuduğumuz şeyin nə işə yarayacağını bir düşünək, sonuna qədər dinləyək, ondan sonra nəticə çıxartmağa çalışırıq. Nəyi öyrənməyi deyil, necə öyrənməyi öyrətməliyik biz şagirdlərimizə. Necə öyrənə bilərlər? Hansınız uşağınıza necə öyrətməyi öyrədirsiniz? Hamınız nə varsa onu versiniz, deyirsiniz, get öyrən. Amma necə öyrənəcəyini öyrətmirik axı. Biz sadəcə orada dərsi keçirik. Və deyirik ki, kurikulum sistemi pisdir. Amma biz dərsdə işləyik axı. Kurikulumu uşağa başa salmaq lazımdır axı. Sən burada belə eləyəcəksən. Amma dərdlərimiz yoxdur. Ənənəvi təhsildən fərqli olaraq, çox xahiş edirəm, səslər baxın, mənə exo verir. Səs açıqdır. Bəli, səslərdən bir nəfərdə açıqdır, zəhmət olmasa. Nast sistemində müəllimin əsas missiyası yalnız fən biliklərini ötürmək deyil. Bunu ümumiyyətcə başa düşək biz. Şagirdə öyrənmə bacarığını qazandırmaqdır. Açıram, misalla açıram. Azərbaycan dilində ismi öyrədirsiniz ha. İsmi sadəcə öyrədirsiniz. İsmin onun sonra nə cür istifadə edəcəyini, nə cür istifadə, çeynədəndir dili, bəli, elə çeynədəndir dili, bəli, çeynəməliyik. Niyə oxumuşuq onda 4-5? Niyə oxumuşuq onu 4-5? Biz niyə müəllim olaraq gedirik başqalarına bir şey öyrətməyə? Çeynətmək deyil, çeynətməyin də düzgün variantları var. Düzgün bir şəkildə stratejik işləmə. Liderlik sinifdə, rəhbərlik. Belə çeynəmə dedim, o doğru dildədir. Burada ənənəvi təhsildə biz ayrılırıq. Yenə deyirəm, mən heç kəsi, yox sən bilmirsən demirəm. Mən öyrətməyə çalışıram, başa salmaq istəyirəm ki, kurikulum əslində qolacaq bir şey deyil. Sadəcə bizə kurikulumu düzgün şəkildə strategiyasız veriblər. Bizə strategiyalarını vermədikləri üçün biz bugün problem yaşayırıq. Leyla xanım, olar bir dənə sual verim sizə. Leyla xanım, siz bu kurikulumu başa salırsınız da bizə. Bu yeni kurikulumdur, yoxsa 2009-cu illərdə olan kurikulumu deyirsiniz? Mən başa düşmürəm, mən bayağıdan sizi qulaq asıram. Bəli. Yeni kurikulumdur, bəli. Yeni kurikulum deyil axı, xanım. Siz köhnə 2009-cu ildə deyilənləri bir də təkrar edirsiniz. Bu bir. İkincisi də, mən pensioner müəlliməm, yəni pensiya çıxmışam hazırda. Özü kurikulumun təlimçilərindən biri olmuşam. Yəni mən sizi çox diqqətlə dinləyirəm. Amma siz müəllimlərlə çox aqressiv danışırsınız. Bunu bilmirsən. Sizin Finlandiya təhsil sistemindən xəbəriniz var. Deyirsiniz ki, xəbəriniz var. Amma mən Finlandiyada olmuşam, təhsillə əlaqədar. Getmişəm, onların təhsilini görmüşəm. Yəni bizi gəzdiriblər. Yəni Respublikada getmişəm mən üzrə. Yəni necə deyim sizə? Siz ondan heç nə danışırsınız. Azərbaycanda bu diviza bütün məktəblərdə kurikulum keçirilir. Siz amma elə danışırsınız ki, diyorum Azərbaycanda müəllimlər heç biri kurikulum təlimi görməyib. Görüblər. Fasilitator deyirsiniz, nə bilim, strategiyalar deyirsiniz. Birinci kurikulumda yazılan kitabları araşdırın. Ondan sonra müəllimin üstünə düşün. Müəllim oxuyur, kitabdan heç anlamır. Mənim nəvəm birinci sinifdə oxuyur. Birinci sinifin kitabında cəmiyyət yazılıb. Əlifba kitabında cəmiyyət yazılar. Anı. Yox. Bu nə deməkdir? Birinci kitabdan başlamalı. Hardan götürsün? Materialı kitabdan götürürler. Yani siz düzgün danışmırsınız. Siz bilmirəm. Yani Azərbaycanda kurikulumdan xəbəriniz yoxdur. Mən uzun illər rayonlara getmişəm. O kurikulumları... İndi burada xanım yazdı ki, mən miqə hazırlaşıram və Leyla xanım dediklərini keçirlər bizə. Çox xahiş edirəm. Ali məktəb diplomunu verəndən sonra sizin dediyiniz müəllimi diplomunu alır uşaq. Gedir təzədən miqin imtahanına girir. Niyə üçün? Çünki öz dilini təsdiqləmir bizim nazirlik. Siz nazirliklə mən qorxmuram. Təşkil edin, gəlin mən hamısı bir nazirinin üzrə deyim.
Miqneye lazımdır. Əgər sən o diploma ali attestasiya, ali məktəblərdə vurur peçatını, nazirlik özü. Təzdən o miqə niyə salır ki? Miqə niyə salır? Onda siz xət çəkirsiniz onun üstündən. Olmaz elə. Zülfiyə xanım, birincisi mən sizin dediyiniz proqramla bağlı Finlandiya proqramı təlimimiz seminarımız deyil. Bir. Mən ümumiyyətlə Onun adını çəkdiniz ki, bura Azərbaycanda Finlandiya. Nə üçün Azərbaycanda? Mən özüm şəxsən Bakının ən məşhur məktəbinin müəllimi olmuşam. 25 il orada mən. Mən Finlandiyanın ümumilikdə adını çəkdim. Mən Finlandiya proqramını keçmirəm axı burada. Proqramı keçmiş, orada da kurikulumdur. Orada Estoniyada, Finlandiyada kurikulum da olar. Onlarda kurikulum. Özde sinifdə 12 nəfər şagird var. Sən kimi 48 nəfər şagirdi yoxdur. Müəllim yazıb, neyləsin 48 necə dərs öyrətsin? Yox xanım, Allah necə deyim, səbir versin hər birimizə. Yəni mən burada birincisi təlimi keçib qutara bilmərəm. Çox təəssüflər olsun ki. Bu bir. Çünki siz müəllimlərlə aqressiya, hamısı müəllimləri günahkar hesab edirsiniz. Mənim üçün maraqlıdır ki, siz yeni nə danışacaqsınız? Siz yeni heç bir şey danışmadınız. Heç bir şey. Ne başladım? Təhsil Nazirliyindən başladım. Mən birinci Təhsil Nazirliyinin səhv olduğunu göstərim. Siz deyəsən sonradan girmişsiniz. Yox, mən əvvəldən girmişəm. Mən bunu neçə gündə elə fikirləşirdim ki, Leyla xanım görün nə danışacaq yeni kurikulumla. Siz burada yenilik heç nə vermədiniz. Heç nə vermədiniz. Heç nə vermədim. Bir saatlıq seminarda bütün hər kəs ancaq öz dərdini danışarsa təbii ki. Yox, öz dərdimizi danışmırıq. Əgər kurikulumla danışırıqsa, birinci kurikuluma aid olan şeylərdən danışırsın. Müəllimləri suçlamaq lazım deyil. Müəllim yazıq neyləsin? Kitabda nə var onu keçməz bu dərsdə. Kitabın sənə sıfırdır. Kitabın 10-cu sinif coğrafiya kitabı sıfırdır. Heç ali məktəblərdə o kitabdan keçirilmir. Açın baxın kurikulum kitablarınızı. Bütün seminarlarda şikayət var. Amma heç bir şey nəticə vermir. Verməyəcəkdi qızım, verməyəcək, balamsal, verməyəcək. Mən bilirəm, sən pulsuz təlim keçirsən, canın yanır edirsən. Amma ki, birinci başlamaq lazımdır ki, müəllim yazıq neyməsin, müəllimə bir şərait yaradır. Sinifdə proyektor yoxdur, sən proyektordan danışırsan. Sinifdə proyektor yoxdur, harada heç istifadə edilmişsin? Vaxtlarda qeyd elədim. Mən ümumi deyirəm, əlimizdən gələnlə deyirəm. Siz niyə elə bilirsiniz ki, mən hamını pisləyirəm? Mən əlimdən gələnimizlə deyirəm. Özümdən misal gətirəm ki, bu var əlimdə, bunu eləyirəm. Niyə axı biz bu hala gəldik? Siz hansı məktəbdə dərslimisiniz? Mən Türkiyədə işləyirəm. Türkiyənin tamam başqadır kurikulum, anam. Ya mən Azərbaycanla Türkiyəni müqayisə eləmə. Azərbaycanın elə məktəbləri var ki, Türkiyənin şəhər məktəbləri onun yanında heç nədir. Mənim işlədiyim məktəbdən uşaqlar getmişdi Türkiyənin ən məşhur gimnaziyalarına. Onların ağzı açıq qalmışdı uşaqlara baxanda. Ki, bunlar nələr bilirlər Allah, nələr bilirlər. Uşaqlar gəldi danışırlar bunun üçün. Baxın, mənim bunları demədiyimi buradakılar təsdiq eləsinlər. Yani ki, mən birinci təşəkkür edirəm sənə ki, pulsuz deyirsən. Amma ki, qızım, mənim xoşuma gəlmədi ki, sən təqsirləndirirsən, müəllimləri təqsirləndirirsən. Çox təqsirləndirirsən, müəllimlərin təqsiri yoxdur. Öyrənməyi bacardım. Və kim bilmək istəyərdim, Finlandiya sisteminə bağlı, Finlandiya kurumu Finland xalqına xas olaraq çəkilmişdir və sırf onlar üçün ki, hər bir xalqa görə, hər bir insana, hər bir topluma, onların düşüncə tərzinə, fikirlərinə, qavrama qabiliyyətinə görə onların kurikulumu yazılır və Azərbaycan xalqına uyğun da bir kurikulum yazılır. Bəli, bəzilərimiz deyirlər ki, bu düz deyil, bu kurikulum səhvdir, hətta bəzilərimiz deyirlər ki, tamamilə düzdür, ola bilər. Azərbaycanda kurikulum mənə elə ki, yaxşıdır, bizim nəticələrimiz olsa da, məncə yaxşıdır sistemi. Bayaqları məsələ qoyuldu oldular ki, sual verdiyi xanımlardan biri Viktoriya ilə səhv eləməmsə, məktəbdə keçən dərslərlə imtahanlar keçmək olar, birlik buraxılışın imtahanı, o qədər də yaxşı. Çox həqiqətən empatiya qurduğum bir müəllimə idi. O da mənə hörmət bəsləyirdi, mən də ona. Və bunun nəticəsində mən Azərbaycan dilindən heç məşqəyə getmədən 28 bal sırf Azərbaycan dili üzrə digər fənləri kənara qoyuram. Həmçinin ingilis dili müəllimiyim normal dərsini keçirdi. Normaldan əlavədən bizə ayrıca vaxt ayırırdı. Məsəl üçün, bu da ikinci dərsdən xoşam, məndən məşğul ola bilərsiniz, gəlməz, sonra anlaya bilərsiniz ki, bunun əslində vəzifəsidir. Onu eləməyə də bilirəm. Bəli, amma elədir. Ki, hazırki kurikulumda yazılıb ki, bəli, müəllim ancaq öz dərsində dərs olaraq cavab verməlidir, mövzunu izah etməlidir və bu qədər.
Bu ingilis dilindən mən 100-78 bal topladım yenidən. O bu demək, mən bu suala cavab vermək istərdim ki, bəli, əgər müəllim, əgər bir daha vurğulayım, əgər müəllim öz dərsini, öz fənnini yaxşı şəkildə öyrədə, şagirdə çatdıra bilərsə, bəli, bu düzgündür ki, biz buraxılış imtahanına keçə bilərik. Amma riyaziyyat müəllimi götürsək ki, riyaziyyat müəllimimiz dərsdə küftə kəmd olmasından danışan bir insaydı. Biz buna görə ki, riyaziyyatımız çox zəif olan bir sinif idi. Və bu da bizi çox geriyə saldı. Deyəcəklərim bu qədər. İndi elə mən başa düşə bildik. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Görüşmək ümidi ilə. Keçən səfər. Gənclərimizin aktiv olmasını da çox sevdim. Təşəkkür ederim. Başqa sual olan var mı? Akşamınız xeyir olsun. Xeyir olsun. İcazə versəydiniz, mən MİQ haqqında bir fikrimi öyrənmək istəyirəm. Sualıyım. MİQ imtahanı, mən düşünürəm ki, bütün müəllimlərimizə aid, yəni deyil. Əlbəttə ki, bizim çox gözəl, çox savadlı müəllimlərimiz də var. Çünki bu fikir məndə necə yaranır? Bir ibtidai müəllimimiz, həmkarı digər ibtidai müəllimi MİQ-ə hazırlayır. Bir riyaziyyat müəllimimiz, həmkarı bir məktəbdə işlədir, digər riyaziyyat müəllimini MİQ-ə hazırlayır. Yəni, bu cür hallar çoxdur. Yəni, görürük ki, müəllimlərimiz MİQ-ə hazırlaşırlar, digər həmkarı hazırlayır. Bu, əlbəttə ki, hər müəllimimizə aid deyil MİQ-ə. Amma ki, həqiqən Təhsil Nazirinin dediyi kimi ibtidai sözünü yaza bilməyən uşaqlarımıza dərs deyən müəllimlərimiz var idi. Ki, biz bunları bu şəraitlə öyrəndik. Yəni, demirəm, bu davamlı olmalıdır, olsun. Amma bugünə qədər olan yaxşı ki, olub deyə düşünürəm. 5 rəqəmli ədədi imtahanda yaza bilməyən nə qədər müəllimlərimiz oldu. Bu, sosial şəbəkədə yayıldı, hamımız gördük. Yəni, ona görə demirəm, olsun, yaxşı ki, olur. Amma bir müddət olanlar məncə yaxşı oldu ki, biz öyrəndik çox şeyləri. Başa düşdük. Təşəkkür edirəm. Təşəkkür edirəm. Nə olursa xeyriyə doğrudur. Nə pis şey olursa da xeyriyə doğrudur. Dedi, şeir əzbərlətmək, yəni düzgün deyilmi? Dəqiq yadımda qalmadı. Uşağa şeir əzbərlətmək haqqında bir söz dediniz. Bəli, indi psixoloji olaraq və pedaqoji qarışıq yanaşıram. Bəzi analizlər, bəzi açıqlamalar da dünya üzrə göstərir ki, əzbərlətmək məsələsi beyni lazımsız yerə yormağa bərabərdir. Çox sağ olun. Bəli, ona görə də uşaqlarımız orada da yorulurlar. Yəni, zihinsel olaraq yorulurlar. Oysa ki, biz onu başa salmalıyıq. Və şeiri niyə yazıblar onda deyirlər, poeziya niyə var ki? Bilirsiniz, poeziyanı əvvəllər yazanlar kağızdakı yazdıqlarına baxıb oxuyurdular. Heç kəs bunu demir axı. Amma bizə bugün poeziyanı məktəbdə uşaqlarımıza əzbərlədirlər. Bəli. Bizim məktəbdə mənim oğlum bu il 5-ci sinifə gedir. Keçən il 4-cü sinifə gedirdi. Ona ibtidai sinif müəlliməsi 4-cü sinif Azərbaycan dil kitablarında nağıllar verilir. 2 səhifə, 3 səhifə. O nağılı bütün əzbərlədirdi. Deyirdi, bunu əzbər. Mən də uşaq gəlib deyirdi, mən də gülürdüm. Deyirdim, yox, fəqən elə şey olar mı? Necə yəni? Deyirdi ki, mama, vallahi əzbər deyir müəllimə. Sonra bir müddət sonra müəllimi ilə danışdım. Dedim, belə deyir. Uşaq kitabı əzbərləyir. Necə? Belə nağılı əzbərləmək olar. Nağılı biz həmişə görmüşük ki, özümüz o vaxtlarda nağılı 5-6 dəfə, 10 dəfə oxuyurduq. Yadımıza qalan hissəni nağıl edib danışırdıq. Nağılı əzbərləmək nə deməkdir? Bəli, əzbər olmalıdır. Yəni, başqa yolu yoxdur. Uşaq hissələrə bölürdü onu. Əzbərləyir, amma çox çətinlik çəkirdi. Mən də məktəbdə işləməmişəm, ona görə heç bir şey deyə bilmirdim ki, yəqin qanun budur. Amma öz zihni olaraq, öz zihnim qəbul etmirdi ki, belə bir şey inanmıram ki, təhsildə ola. Yəni, bizə deyirdi, belə verilib, belə tapşırılıb, belə olmalıdır. Amma mən müəllimən dediyinə əməl edirdim, uşağımı başa sal, amma ki, özüm qəbul edə bilmirdim. Uşağa da elə deyirdim, 5-6 dəfə oxu, 10 dəfə oxu, nağıl kimi mənə danış, get müəllimiyə də belə danış. Gündəliyə yazmışdı, hazır deyil. Uşaq mənə küstü ki, sən qoymadın mən əzbərələ, müəllimə gündəliyə yazdı, hazır deyil. Ki, mən əzbərləyəcəkdim. Və mənə çatmırdı ki, yəni, bilmirəm, müəllimələr özü eləyirdi, yoxsa həqiqətən qanun budur. Proqram var, proqram gələcək. Məsələ də buydu da, bunu bu seminarda danışmaq istədik ki, proqram var, bizə verilibdir bir proqram. Ancaq, əgər olmursa, uşağımızı tanımağa çalışmalıyıq da. Mən bunu izah eləmək istədim ki, uşağımızı tanıyaq, ona görə biri əzbərləyəcək, biri əzbərləyə bilməyəcək. Amma o demək deyil ki, uşaq pis uşaq, onu 3 yazmaq lazımdır.
Yəni ona görə də mən məsəl üçün özüm də bu problemi yaşayan bir şəxsəm, amma mən müəllimin üzünə durdum. Dedim ki, bilirsən nə var? Mən məğzini sənə bu əzbərləyənlərdən daha yaxşı başa salaram. Biz onunla hələmşəyə girdik. Müəllimlə və mən həqiqətən də o sinifdə bütün 30 nəfərdən daha çox danışdım. Çünki mən orada məğzini başa düşmüşdüm. Amma onlar əzbərləmişdilər. Onlar sıranı əzbərləmişdilər. Amma mən məğzini başa düşmüşdüm. Ondan sonra da indi bu illərə gəlmiş artıq 14 illik bir stajım var. Qazanımlarım, gördüklərim, araşdırmalarım, elmi sənədlərim bunu göstərir ki, əzbərləmək düzgün deyil. Həm müəllimi yorur, həm valideyni yorur. Mən bir neçə müəllimlə olmuşdu mübahisəm. Bu test pulları üstündə uşağa deyir, test pulunu kim götürməsə keçirtib 34 arkadakı get maman test pulunu göndərən olsa sən gəlib işləyərsən. Mən də qəbul edə bilmirdim ki, uşağa pul deyin, uşaq ibtidai sinif uşağından müəllim necə pul tələb edir? Bunu ya valideynə deyin, ya özünüz deyin, komitə desin, müəllim uşağa belə sözlər işlətməsin. Yəni belə olurdu, istəmirdim çox dərinə gedim, narazılıq yaransın, amma qəbul edə bilmirdim. Yəni kurikulum biraz bunları ayırdı. Təzə sistem, bəli, sizin dediyimiz kimi bəzi hallarda imtahandan keçə bilməyənlər də qaldılar. Kimlər idi o keçə bilməyənlər? Məhz sizin dediklərinizdir. Bəli. Bilirsiniz, o vaxt indi bizim təhsil sistemimiz bəli, indi qızlarımız çox oxuyurlar, çox güclü ballar toplayırlar. Amma əvvəl elə deyil idi. Yəni əvvəl təhsil sistemimiz indikinə nisbətən zəif idi. Biraz çalışan, 3 ay, 4 ay çalışan gedib qəbul ola bilirdi. 15 il əvvəl. Ona görə indi gücləndi və bu onun üçündür, mən deyə düşünürəm. Əvvəlkiləri möhkəmləndirmək üçün. Təşəkkür edirəm. Bir də İlham xanım, çox sağ olun dəstəniz üçün. Vüsalə xanım əlində qaldır. Bəli, Vüsalə xanım bizim çox dəyərli təlimçimizdir. 10 yanvarda onun təlimimiz olmuşdu. Buyurun Vüsalə xanım. Axşamınız xeyir Leyla xanım, İlham xanım, hepinizi salamlayıram. Mən bayaqdan dinləyirəm. Hər kəs sözünüzü yarımçıq gəlsə, çox üzrlü hesab edeyim. Hər kəsin adından mən üzr istəyim sizdən. Estağfurullah, hər kəs öz fikrini azaddır. Sadəcə vaxta görə belə oldu, mən belə düşünürəm. Bəli, başa düşürəm. Əslində mən bir sual vermək istəyirəm. Yəni valideynlərimizin çoxu köhnə nəsil sistemdə oxuduğuna görə hal-hazırda bəzi problemlər yaranır. Yəni valideynlər uşaqlardan əzbərləməyə, gündəliyə yazılan rəqəmləri tələb edirlər, qiymətləri tələb edirlər. Məktəbin tələbi ilə evin tələbi arasında ziddiyyət yaranır. Sizcə bunu aradan qaldırmaq üçün nə edə bilərlər? Valideynlər üçün də xüsusi mənada. Mən bunu deyəndə bəzən mənlə dalga geçiyorlar Türklər demiş. Deyir ki, yox əş, mən gedib bir də dərs öyrənəcəm. Amma bizim axı sistemimiz dəyişibdir. Bizim orada bəzi şeyləri valideyn olaraq da görməyə, sual verməyə ehtiyacımız var. Və bununla bağlı hər bir sistemdə, hər bir peşədə müəllimlər üçün olan proqramların bir sırasında mənə elə gəlir ki, valideynlər üçün məlumatlandırma proqramlarının olması lazımdır. Və bunu müəllimlər valideynlərə başa salmalıdırlar. Və bu bir mənalı şəkildə, hətta mən bunun proqramını da hazırlamışdım. Layihə olaraq da vermək istəyirdim ki, valideynlər müəllimlərlə nə qədər çox qarşı-qarşıya gələrlər, onlarla bərabər işləyərlərsə, o zaman dağılmaz vətən misalı. Üçbucaq həqiqətən işə girəcək. Amma mən bunu deyə biləcəkdim, siz yetişə bilmədim, deyə bilmədim. Bu kurikulum sistemi ilə bağlı da valideynlərin də işə cəlb olunması, sistemə cəlb olunması vacibdir. Yəni mənə soruşursunuzsa, mən çox istəyərəm ki, valideynlərə də həftədə bir dəfə dərs keçirsin kurikulumla bağlı, uşaqları ilə nə cür davranacaqlar deyə. Ki mən bunu təlimin içində də deyəcəkdim, vaxt qalmadı. Ona görə də Vüsalə xanım, pedagogik olmasın, psixologiya olsun, fərq etməz. Psixologiyada seansa gələn uşaqlarda problem olmur. 8 yaşı olan uşaqda hansı problem? Davranış pozuntusu. Okey, gəlin danışaq. Davranış pozuntusu hardan gəldi? 8 illik bir ömrü var. Evdə problem var. Evdəki problem uşağa yanaşır. Biz burada nə edirik? Valideynlə işləməyi məsləhət görürük. Valideyni psixoloji seanslara qatılmağa məcbur bilirik. Eyni sistem pedagogika üçün də keçərlidir. Mənim fikrim budur. Mən bütün işim, bütün beynim buna əsaslanım. Çünki bu son 5-10 ildə də valideynlərimizdə bilinçli bir şəkildə valideyn olduqları üçün övladları arasındakı bağ olmadığına görə də bugün çox problem yaşanır. Deyəcəksiniz, bağın kurikulumla nə əlaqəsi var? Çox əlaqəsi var. Çox əlaqəsi var.
valideynlə uşaq arasındakı bağ da uşağına düzgün bir şəkildə düşünməyi başa salacaq. Bugün 30 yaşına gəlib uşağı ilə vaxt keçirmir, divanda oturan bir ata biz hansı dərsi keçməsini başa salmasını ona dəstək olacaq. Bizim valideynlərimiz necə idi? Otururdular, deyirlər ki, bax bunu gördün. Nə idi o vaxt kurikulum deyildi? O eyni sistem sadəcə adı dəyişdi. Biraz dəyişiklik edilirdi. Ancaq bugün hər kəs hardadır? Burada. Ay məni qınayan deyirəm. Gəlin deyək ki, səhv deyirəm. Mən heç kəsi əzmirəm, amma tənqid eləyirəm. Tənqid açıq bir şeydir. Səhv varsa tənqid olunacaq. Eqomuzu aşağı salırıq, qəbul edirik, onun üzərindən işləyirik. Bugün məsələn tənqidlər elədilər də özlərinə görə mən hamısını qəbul etdim və başa düşdüm ki, bizim təlimçilərimizin, bizim karifey də olsa, bizim hər yaşlı müəllimlərimizin də ciddi şəkildə təlimlərə qatılmağa ehtiyacı var. Empatiyanı öyrənməyə ehtiyacı var. Sərap xanım, sualınız üçün təşəkkür edirəm. Mən çox təşəkkür edirəm cavabladığınız üçün və bir şey də qeyd etmək istəyirəm. Biz tənqidə açığıq. Əsas odur ki, təhqir olunmayaq. Yox, təhqir olunmadınız. Narahat olmayın. Başqa sualı və fikri olan varsa, xahiş edirəm bildirə bilər. Ümumi formada. Rəy hissəsində də yaza bilərsiniz. Baxın. Düz deyirsiniz, düz deyirsiniz. Valideynlər üçün təlimdə qırğın düşəcək. Vaz keç təlim üçün. Kəşke. Vəsaitlərin çoxluğu və bu onsuz da imtahanlara hamı qarşıdır. Amma məncə MİQ imtahanlarının keçirilməsində bu qədər çox məyus olma faizini yaratıcı. Çünki insanlar universitetə 200 balla da daxil ola bilir. 200 balla müəllimliyə daxil olduğuna görə, indi ibtidai sözünü yaza bilmədiyinə görə və vaxtilə də 200 bal toplayanlar imtahansız formada işə girdiyinə, indi də sertifikasiya asan olduğuna görə biz də bu 550 balla çöldə qala bilirik. Elə bunun məğzi universitetdən başlayır. Onda universitetdə 200 balla heç kimi oxumağı qəbul etməsinlər. Məncə bir müəllim ən maksimum bal toplamalıdır. Ən azı 500-dən yuxarı toplamalıdır ki, müəllim adını qazana bilsin. Çünki bu böyüyəndə artıq bir şəxsiyyət yetişdirir. Amma mənim də sinif yoldaşlarımdan 200 bal toplayıb mənlə eyni ixtisası oxuyanlar var idi və hətta indi oxuyanda deyir ki, mən iyi müəllim olmuşam. Bu da çox rastladım. Mən də inanın ki, sizin dediklərinizə qarşı nifrət dolayan bütün dediyiniz problemlər hamısı məndə yığışıb burada. Amma heç biri çarə tapa bilmir, çünki əlimizdən bir şey gəlmir. Mən məcburam ki, daha çox çalışım, 95 yığım ki, birinci yazdığıma istədiyim məktəbə düşə bilim. Bunu biz həll edə bilmirik. Ona görə kurikulum izah olunmalıdır və hər kəs öz payına düşəni götürməlidir. Sanki məncə kurikulumda bütün avadanlıqları, bütün olmalı olanlar, ləvazimatları bizə sayır və biz ondan bir məhsul hazırlayıb özümüzə çıxarmalıyıq ki, mən bu formada izah etməliyəm ona. Başqa bir çarəmiz yoxdur, deyə düşünürəm. Mən öz şəxsi fikrimdir. Mən də hər kəsin öz keçmə sxemi var. MİQ imtahanının olmağı çox yaxşıdır. Amma sən bir sinifə 40 uşağı qoyursan, qarşısına bir müəllim qoyursan, o bir müəllim əlbəttə ki, yəni 85 balla çöldə qalacaq. Böl bunu. Məktəb at, yeni korpus seç və 20 uşaq qoy. Gör o 20 uşaqdan hazırlığa gedən olur, yoxsa yox. 40 uşağın içində əlbəttə hazırlığa gedən olacaq. Və vəsaitlərin çoxluğu da oradan qaynaqlanır ki, hazırlığa gedir, hazırlıq müəllimi də evə tapşırıq verir. Mən məsələn, şəxsən mən hazırlıq keçirəm, boynuma götürürəm. Çünki məcbursam, MİQ-ə girməmsə hardan pullardan alacaqsan özünü həyatda qalmaq üçün. Məcbursan hazırlıq keçməyə və mən ev tapşırığı vermirəm. Hamısını özüm hazırlıqda izah edirəm. Amma bizdə elə ki 10 sualı hazırlıqda yarım saat yarım yazır, qalan deyir 50 sual evdə yaz. Uşaq evdə artıq əlavə bir şeyə vaxtı qalmır. Məsələn, bu sözü sadəcə həmin müəllimlər üstünə götürməlidir. Bu tamamilə doğrudur. Mən də hər zaman düşünürəm ki, bir sinifdə 40-45 uşaq problemi həll olunmayınca, bir sinifdə 40-45 uşaq olduğu müddətcə biz təhsildə nə danışsaq, o problem həll olunmayacaq. Vüsalə müəllimə deyir ki, bəs müəllim gündəliyə yazır, valideyn evdə gündəlik yazır. Kaş o dava olaydı. İndiki valideynlər gündəliyə baxır ki, yazırsan gündəliyə baxır, məcbursan ki, arşivin şəxsinə qeyd eləyəsən. Ona da vaxt qalmır, söhbət uzanır. Valideyn iclası olur. Sən danışırsan, arxada söhbət edirlər.
valideyn iclasıdır. Yəni bu problemlər onsuz da bizə də dəfələrlə yaranır. Amma bizim bu 1 saatlıq təlimlər onun heç bir çarəsi ola bilməz. Mən yoxsa buradakı müəllimləri çox yaxşı başa düşdüm. Mən də burada danışsam, inanın, səhərə qədər danışaram, amma çarəsi yoxdur. Chat bölməsindəki aktivliyinizə görə dərin təşəkkürlərimi bildirirəm. Sıxın özünüzdə yaxşıdır, çünki unutmusunuz mövzular. Siz hazırlıq keçməyiniz sıxın. Özünüzdə yaxşıdır, çünki unutmusunuz mövzular. Cümləni oxudum, başa düşmədim. Nuray xanım, niyə həll yolu tapmadıq deyir. Yenə də mən demək istəyirəm ki, Nə həll yolu tapdıq? yolu tapa bilməz. Həll yolu tapmaq üçün gəlməmişik biz. Həll yolu odur ki, vəsaitlərin çoxluğu deyəndə dediyim kimi bir mövzu üçün, Azərbaycan dili üçün İzzət, Sinar, Küraraz, daha çətin yazdırmaq əvəzinə birinci seçib yazdırsaq, məsələn, vəsaitlər azalır bilər. Amma məktəb dərsliyində o mövzu verilibsə, bizim onu 1 saatlıq təlimdə dəyişdirmək üçün bir hüququmuz yoxdur axı. Bizim yeni nəsil kurikulum sözü oraya yazılıbsa, biz kurikulumun məğzini izah etmək məcburiyyətindəyik. Çünki gördüyünüz kimi burada da bildirdilər ki, mən bilmirdim, öyrəndim. Belə çox vaxtınızı almaq istəmirəm. Təşəkkür edirəm qatıldığınıza görə. Növbəti təlimimiz yenə şənbə günü olacaq gələn həftə. Hər həftə fərqli təlimçilər və fərqli mövzular olur. Hamısı eyni, ümumi təhsil haqqındadır. Sinfin uğur formulu adında bir təlimdir. Ümid edirəm o sizlər üçün faydalı olar. Kimlər qatılmaq istəsə mənim əlaqə nömrəmə yazıb həmin təlimlərdə ödənişsiz formada iştirak edə bilər. Təşəkkür edirəm Leyla xanım, dəyərli vaxtınızı ayırdığınıza görə həm sizə, həm də üzvlərimə dərin təşəkkürlərimi bildirirəm. Yenidən aşağı əlaqə nömrəmi qeyd edirəm. Kim istəsə bütün mövzularda mənə yaza bilər. Məsələn, desin ki, baxın, filan təlimçi var, onu dəvət edək, filan mövzu var, onu keçək, mən danışım, hamı məni dinləsin. Bu formada bütün iradlarınıza, fikirlərinizə açığam. Təşəkkür edirəm bir daha, cidden söylə qalsın.